Gene de deyirəm. Bu bizi Necməddin Sadıqov deyirlər. Mən bilmirəm dəqiq. Yalan, bax bu yalancı. Mən yalan danışa bilmirəm o. Neçə qardaşdılar onlar? Neçə qardaş olduğunu bilmirəm. Deyirlər bir qardaşı Ermənistan tərəfində qərargah rəisi. Biri də Rusun tərəfindədir deyir. Onu bilmirəm. Biri də bizdədir. Bəli. Nə deməkdir? Mən Necməddin Sadıqovu cəmaət nədən, əvvəlcədən qaralayıblar bunu oğul. Açıq deyirəm mən. Mən tanımıram onu. İşini də bilmirəm. Yaxşı bəlkə generaldır. Bəlkə bizim üçün yaxşıdır. Vallahi kimi deyir anası ermənidir. Kimisi deyir ləzgidir. Kimi hərəsi bir sözdür. Bilmirəm, dəqiq bilmirəm. Anası kim olsun bizim Azərbaycanlı da ola bilər. Elə Kürt də ola bilər, satqın olar. Türk də ola bilər, satqın olar. Ləzgi də satqın ola bilər və yaxud da ki, Talış da hamısından ola bilər. Amma mən yalan danışa bilmərəm onu oğlum. Mən sana açıq deyim nətərdir. Bax bu, bizim bu generalımız var ha, Lələtəpənin alınmasında bunun çox böyük rol olur. Xüsusi böyük əhəmiyyət olur. Çox qabiliyyətli adamdır. Özü də oğul, bizim aprel döyüşlərində iştirak edən adamların kim olduğunu bilirsən. Bizim o canavarlarımız idi oğul. O qurbağa əti yiyən, ilan əti yiyən insanlar idilər. Onların hamısını qırdırdılar qəsdən. Putin deyir periyod, sonra deyir nazad. Yer gələndə hamısını qırdırır. Deməli Putin adamları idi. Mən edim mə, bəs mən edim mə. Oğul, özdə bizim 2 dənə Sputnikimiz var. Hələ öyrənmirlər, bəli, kolxoz kimi işləyirlər. O Sputnikdən yerdə maşının nömrəsinə qədər bilmək olur. 2 Sputnikimiz var, onların yoxdur, Ermənistanın Sputniki yoxdur. Veribsə Rus verib ona. Bax, Lələtəpəni kim alıbsa, o Talış kəndi var, onu kim alıbsa, bax, bunun əməyi var. Orada iştirak edən adamlar hamısı ölməlidir deyir. Deyirlər ki, Tərtərdə müharibə olanda satqın olub. Satqın adından adamları qırdılar, tutdular, güllələdilər oğul. Onun hamısının başında mən bilmirəm, yalancı olaram, düz deyil bəlkə də. Bu insanlar deyirlər. Bütün bizim, bilirsən ha, Azərbaycan xalqı bunu danışır ortalıqda. Bu elə belə bir günə yaramayıb ki, belə deyilsin. Deyir ki, bunu elə Necməddin Sadıqovun qohumu KGB-də işdir orada güya. Onlar birləşib, bizim insanları qırdırırlar oğul. Yalandır, gerçəkdir, araşdırmalıdır bizim dövlətimiz. Düzü yol. Onunla başqa Sputnikdən onu oğul. Rus da Sputnik var da. Rus da verə bilər. Allah'ımızı dana bilmərik biz. Amma bu oğlanın adı nədir? Polat? Polat Həşimov. Polat Həşimov kimi adam qərargahın sözünə baxmır. Niyə? Niyə baxmayıb? Bu, onun dediğinden getmeyib. Bilir ki bu kimdir. Deməli Polat xəyanətkarın kim olduğunu bilir. Bilirmiş. %100 bilirmiş. Bu araştırılmalıdır. Niye araştırılmır? Niye ortalığa çıkmır? Özde Rus koymaz onu çıkartmağa. Necməddin Sadıqovun arkasında Rus duru. Çok xahiş ederim. Bizim vatandaşda yaşayan yolu kazdılar evvelce. Biz qəbristanlığın içinden herhangi Gittim oradan baktım. Allah kanma. Büyük bir sahəni tutub. Kreml görübsən mi? Nətəri Kreml bir ev tikilib. O Kremlin ətrafında nətəri boz yolkalar var ha. O yolkalardan salınır. Büyük bir sahədir. Dedim ha bu kimindir? Ha Kreml'dir ya bu. 2 gün kimin olduğunu bilmedik. 2 gündən sonra dedim ki ha. Bana dediler bilirsən kimdir Rəşdiməli mi? O dedi Necməddin Sadıqovdur. Dedim ha onda bunu şəklini çəkək prezidentimizə yollaq ki Qarabağ almışıq bu deyə ala. Hayır. Vayenidə rüşvətxorluq var qardaş. Bunu insanlar deyir. Bunlar ola bilər mi? Bəs deyil mi millət ayılmalıdır? Niye verirsən sən? Rusun dövründə hansı hara gezirlər zada? Suraybata. İndi hara verirsən? Müharibə olan bölgeye gitmə. Kim getsin be müharibə olan? Gitmə. Söz nədən get? Siz gedərsiniz. Hiç bir dəqiqə də mən orada
zad eləmirəm. Mütləq nəyəsə lazım olaram. Bir gülləni soyutmağa lazım olaram. Siz onu bilin oğul. Ölümündən qoya oğul. Burana yazılı və haçan söyləyəcəksən. Bir xəstəlikdən ölmək və yaxud da koronavirusdan ölmək oğul. Bu şanssızlıqdır. Bu bir de var. Bir məqsədin uğrunda mübarizə aparırsan, vətən uğrunda gedirsən, ölürsən, sən nəyin uğrundasa öldün. Öz məqsədin uğrunda getdin, öldün. Bu başqa şeydir o.